Bugün sizinle yoxlayacaq ki, siz təsirlik və yerlik hallara ayıra bilirsiniz yoxsa yox. Çünki tələbələrin çoxusu burada səhv edirlər. Sadə bir cümlədən başlayaq. Mən dükana gedirəm. Я иду в магазин, yoxsa я иду в магазине. Necə düzgün olacaq? Bir neçə saniyə fikirləşin və sonra cavabınızı şərhdə yazın. Mən isə axırda sizə izah edəcəm bu testləri. İkinci sualım olacaq. Mən oturmuşam stulda. Necə olacaq rus dilində? Я сижу на стул, yoxsa я сижу на стуле. Hansı düzdür? Videonu dayandırıb şərhdə cavabınızı yaza bilərsiniz. Və üçüncü sualım. Mən uçuram Moskvaya. Я лечу в Москву, yoxsa я лечу в Москве. Hansı düz olacaq? Cavablarınızı yekunlaşdırmısınızsa, mən izaha keçirəm. Birinci misalda olmalıdır magazin. Çünki burada istiqamətdir. Əgər mən harayasa gedirəmsə, o zaman təsirlik halı istifadə edəcəm və magazin cansız olduğu üçün kişi cinsində mən onu dəyişmədim. Ya idu v magazin. Eynilə üçüncü misalda da istiqamət var idi. Ya liçu v Moskvu olmalıdır. Sadəcə Moskva sözü aynən bitdiyinə görə axırını U hərfinə dəyişdim. Amma v Moskve və magazini burada doğru deyil. Çünki bunlar yerlik haldadır. Dükanda və Moskvada deməkdir. Dükana və Moskvaya isə olur magazin və Moskvu. Ortadakı misalımızda isə, yəni ikinci sualda əksinə yerlik hal bizə lazım idi. Çünki mən harada otururam, stulda otururam, olur na stule. Neçəsini düzgün tapa bildiniz? Əgər bu mövzuda çətinlik çəkirsinizsə, biz dərslərimizdə sizə məmnuniyyətlə köməklik göstərə bilərik. Bizim profildəki nömrəmizə müraciət edə bilərsiniz. WhatsApp-a yazın və biz sizə ətraflı məlumat verək.